yumurtlayıb. Sən toyuğun. Görsən, səbəbkar mən gül yığmağa gəldik. Baxdıq ki, toyuq orada yumurtlayıb. Gəlmişik oğruğa. Qəşəng güllər yığmağa gəlmişik. Bu gül də qəşəng güldür. Maraqlı gəlir mənə bu. Ayşən, burada da yaşamır. Yox, satıblar. Bunun yəsi öldü. Öldü? 6 qızı var idi. Hə. 6'sı da Bakıda olur. Burada heç kim yaşamır. İlan zad olmaz burada. Qəşəng təsəlli verirsən ey adama valla. Hoppa keçdim. Ay qız. Uydu. Dedim bir evin içine bakım görüm ne var ne yok. O yumurtanı görürüm. Kulak yapısı. Haradır yumurta? Ayağımı bilmərəm, basaram qırıq-qırıq eləyərəm. Orada Ayşe'yle koyacağım. Vallahi Ayşe'yle koyacağım. Ay gülürsen. Yerlerine geçip değişik. Ay sana vereceğim. Ayşe'yle vereceğim. Bak buranı niye şumlamışsınız onda? Alıblar buranı. Satıblar onda. Ayda ağ güllərin həmişə iyisi qəşəng olur. Amma bunlar ölüb. Gül yığmağa gəlməsəydik, mən gülü istəməsəydim. Bu yumurtaları tapmaya. O yanda da biri kaçıp. Ağız ne kadar yumurtlayıb burada. Yani görün biri de değil kaçıp o yüzden yumurtanın. Ayşe'nin kokuyor. İndi Ayten bütün otduğun dibine bakacaq görüm orada yumurta var. Ayşe'nin. Ay Ayten, bunlar təbii ramaşka deyil, çoban yastığı deyil. Yabanidir bunlar. Onun erkek kişisi var. Təmiz olan şirin olur. Dəmlirsən onu içirsən. Dişi şey olur. Hə, dişi təmizdir də. Dəmlirsən, içirsən onu. Adamın sakitçilik verir. Bunlar erkəkdir, acıdır. Bunlar xeyri yoxdur, faydası yoxdur. Mən indi burada necə keçəcəm? Mənim əlimdə gül də var. Şalvarım cırılacaq yox. Sən hara gedirsən ördəklər də alva düşür. Ona göre. Hə? Ona bax, indi oraya getdilər. Nasıl takım oldu? Bu çığıran ördəkdir. Bu bir dənə zor ləvəngisi olur, pişirmişəm. Bunu bir dənə qəşəng ləvəngisi olur.